Salam əziz abituriyentlər. Testlər toplusu natural ədədlər bölməsindən 28 və 26 nömrəli tapşırığın həllini edək. 26 nömrəli tapşırıqda deyilir ki, 3 ardıcıl natural ədədin cəmi 63-dür. 3 ardıcıl natural ədəd götürək. Deyir ki, bunların cəmi 63-dür. Yəni n plus n plus 1 plus n plus 2 bərabərdir 63-dür. Bu ədədlərin ən kiçik, ən böyük hasilini tapın. Biz bunu toplasaq, 3n üstəgəl 3 bərabərdir 63 edər. Buradan 3n bərabərdir 60, n bərabərdir 20 olar. Onda biz burada yerinə qoysuq, 20 birinci ədədimiz olar, 21 ikinci ədədimiz olar, 22 də üçüncü ədədimiz olar. Və bizdən soruşur ki, bu ədədlərin ən böyüyü ilə ən kiçiyin hasili. Onda biz nə etməliyik? 20-ni vurmalıyıq 22-yə, 440 edər. 28 nömrəli tapşırıqda deyilir ki, A, B və C natural ədədləri üçün A bərabərdir B bölü 5 və 3C olarsa ABC hasilinin ən kiçik qiymətini tapın. ABC hasilinin ən kiçik qiymətini tapın. Biz bundan ötürü əvvəlcə taparaq B bərabərdir 5A, B bərabərdir 5A, B bərabərdir 15C və A da bərabərdir 3C. Burada ən kiçiyini tapmaq üçün bu hasildə ABC natural ədədlər olduğu üçün C-yə ən kiçik bir natural ədəd kimi baxsaq, C bərabərdir 1. Onda A bərabərdir 3 olar. A 3 olarsa B də bərabərdir 15 olar. Və hasil bu zaman ən kiçik olar. A, B, C bərabərdir 1 vur 3 vur 15, o da bərabərdir 45 olar. Diqqətiniz üçün təşəkkür edirəm.